Hər birinizi xoş gördük dostlar. Sekodex kanalına hər biriniz xoş gəldiniz. Mən Elvin Abbasov. Bugünkü videomuzda biz SMTP, POP3 və IMAP protokolları haqqında danışacağıq. Gəlin ilk öncə SMTP haqqında danışaq. SMTP nədir? SMTP-nin açılışı ilk olaraq Simple Mail Transfer protokoldur. Bu nə edir? Mail transferi üçün istifadə olunan protokoldur. Bu necə işləyir? Yəni bunu izah edək. İlk öncə deyək ki, belə bir klientimiz var. SMTP SMTP protokolu götürür bunu, maili SMTP vasitəsilə yazacağam buna. Gəlir SMTP serverə gətirir. Daha sonra SMTP serverdən client'ın serverinə gətirir, ötürür bunu. Client'ın serverinə ötürür. Bu da SC və buradan da POP3 və ya IMAP vasitəsilə client'a gəlir, e-mail çatır. Aha, burada nə baş verir? SMTP əsasən mailin ötürülməsi üçün istifadə olunur. Burada gördüyümüz kimi mail ötürülür və buna çox zaman outgoing protokol deyilir, yəni ötürən protokol deyilir. Lakin burada bəzi hallarda incoming protokol da deyə bilərik. Çünki bu server tərəfindən baxanda bu SMTP vasitəsilə serverə gəlir. Ona görə də buna incoming protokol da deyə bilərik. Yəni buradan baxanda SMTP outgoingdir və buradan baxanda SMTP incoming protokoldur. Amma yenə dediyim kimi əsasən outgoing protokol adlandırılır SMTP. SMTP portları haqqında gəlin danışaq. SMTP default olaraq 25 portundan istifadə edir. Daha sonra 465 portu var. Bu SSL ilə şifrələnir. Daha sonra 587 portu var. Bu da ki TLS ilə şifrələnir. Aha, daha sonra gələk POP3 protokolu. POP3 nədir? POP3 ilk olaraq POS Office protokoldur. 3.2 yəni versiyadır, V3 şəklində qeyd edə bilərik. POP3 protokol məsələn gəldi bura. Bu serverdir. Bu da bizi client. Bu serverdən client'a e-maili download eləyir, yükləyir. Yəni e-mailimiz indi burdadır. Bu götürür buradan götürür və bura gətirir. POP3 protokolu əsasən offline protokoldur. Çünki bu serverdən götürür, gətirir bura. Yəni download eləyir və burada serverdən silir. Yəni serverdə artıq həmin e-mail qalmır, həmin fayl, hər nədirsə qalmır o. Artıq gəlir client'ın device-ına gəlir, client'a gəlir, çatır. POP3-ün portları olaraq biz POP3 default olaraq 110 portundan istifadə edir və POP3-ün 995 portu da var. Bu da ki POP3S adlanır. Yəni SSL TLS ilə şifrələmə gedir burada da. Gələk IMAP protokoluna. IMAP internet mesaj access protokoldur. İnternet mesaj access protokoldur. POP3 ilə bu IMAP protokolu oxşar protokoldur deyə bilərik, lakin eyni şey deyillər. Yəni belə izah edək. IMAP protokolu elə bil necə baş verir? Deyək, bura serverdir. Bura bizim serverdir. SMTP vasitəsilə gəldi bizim e-postumuz. Bu da bizim e-postumuz. İçində hər nə var? Yəni hər nə. Burada da fərqli device'lar var. Məsələn, bir serverə bir device yox, 4 device qoşula bilər, nə bilim 5 device qoşula bilər, n dənə device qoşula bilər. IMAP protokolu vasitəsilə bu mail, bu e-post gəlir, kopyalanır, cihazlara kopyalanır deyə bilərik. Yəni bu da hər birinin sinxron şəkildə işləməsini təmin edir. POP3-də gəldi bu, device-a yükləndi, artıq buradan silinəcək, yoxdur. IMAP-də isə bu gəlir, kopyalanır burada. Amma belə deyək də, nüsxəsi olur burada. Orijinalı yenə də burada saxlanır. Yəni buradan, burada protokol, burada kopyalana bilər, burada kopyalana bilər, burada kopyalana bilər. Bu da ki, sinxron şəkildə və bir neçə device-da işləməsini təmin edir. Sinxron şəkildə də necə deyə bilərik? Məsələn, mən gəldim burada özümdə nəsə dəyişiklik etdim. Mən özümdə nəsə dəyişiklik edəndə bu gəlir serverdə də qeyd olunur. Yəni orijinalda da həmin dəyişiklik qeyd olunur və daha sonra bunlar həmin
e-poçtu faylı kopyalayanda bunlara da mənim dəyişdirdiyim versiyası gəlir, çatır, kopyalanır. Buna görə də biz buna sinkronizasiya deyirik. Yəni sinxron şəkildə işləyən protokoldur deyə bilərik. IMAP də 143 portundan istifadə eləyir default olaraq və 993 IMAP S protokol mövcuddur. Bu da yenə dediyimiz kimi SSL TLS ilə şifrələnən versiyasıdır. Bugünkü videomuz bu qədər idi. SMTP, POP3, IMAP protokolu haqqında danışıq. Ümid edirəm video maraqlı və öyrədici şəkildə keçmişdir. Sağ olun, salamat qalın.